Salam, gəlin birbaşa mətləbə keçək. Diplom almaq üzrəsiniz, bəlkə də artıq almısınız. Amma əsl sual budur. Məzun olduqdan sonra sizi sadəcə bir iş yox, həqiqi bir karyera gözləyirmi? Bax, bugün biz məhz bu suala cavab tapacağıq. Elə bir yol xəritəsi çizacağıq ki, tələbə skamyasından birbaşa axtarılan, tələb olunan bir mütəxəssisə çevriləsiniz. Yəqin ki, hər bir məzunun beynində bu sual fırlanır. Yaxşı, bu qədər əziyyət çəkdim, bu diplom həqiqətən də bəs edəcək? Gəlin səmimi olaq, tək başına, çox vaxt, yox. Amma qorxmayın, bu pis xəbər deyil. Əksinə, bu sizin üçün əla bir başlanğıc nöqtəsidir. Təsəvvür edin, diplom sizin üçün qapını açan bir açardır, amma o qapıdan içəri necə daxil olacağınız, içəridə nə edəcəyiniz tamamilə sizdən asılıdır. Gəlin görək necə. Gəlin bir anlıq iki fərqli yola baxaq. Sol tərəfdə işçi var. O nə edir? Ona deyiləni edir, təlimatları izləyir. Bəli, işi var, amma sabah onu çox asanlıqla başqası ilə əvəz etmək olar. İndi isə sağ tərəfə, mütəxəssisə baxın. O sadəcə təlimat izləmir, o problemləri həll edir. Onun sadəcə işi yoxdur, o karyera qurur. Və ən əsası, o əvəz edilməzdir. Şirkətlər məhz belələrini axtarır. Diplom sizi soldakı yola çıxara bilər, amma bizim danışacağımız plan sizi sağdakı mütəxəssisə çevirəcək. Sual sadədir, siz hansı olmaq istəyirsiniz? Yaxşı, ilk addım nədir? Nəzəriyyədən praktikaya keçmək. Kitablardan öyrəndiyiniz hər şey vacibdir, amma sizi 10 minlərlə digər məzundan fərqləndirən şey o deyil. Sizin əsl super gücünüz, xüsusilə də texniki sahələrdə əllərinizlə nə bacardığınızdır. İşə götürən sizin hansı kitablardan nə əzbərlədiyinizi yox, hansı real problemi həll edə bildiyinizi görmək istəyir. Gəlin baxaq bunu necə etmək olar. Gəlin konkret bir misala baxaq. Təsəvvür edin ki, elektrik ixtisasında oxuyursunuz. Qrup yoldaşlarınızın çoxu dərsdən sonra evə gedir. Amma siz nə edirsiniz? Həftədə cəmi 2 gün bir servis mərkəzində usta köməkçisi kimi işləyirsiniz. Real problemləri görürsünüz, əlinizi işə batırırsınız, axşamlar da 1 saatınızı YouTube-da yeni nəsil avadanlıqların necə işlədiyini öyrənməyə sərf edirsiniz. Bunlar çox kiçik addımlar kimi görünə bilər, elə deyil? Amma 2 il sonra məzun olanda sizin CV-nizdə sadəcə diplom yox, 2 illik real iş təcrübəsi yazılacaq və bu, inanın mənə, hər şey dəyişir. Keçirik ikinci hissəyə. Plan. İşçidən mütəxəssisə gedən yol məhz plandan keçir. Təcrübə toplamaq əladır, amma pərakəndə hara gəldi yox. Təsəvvür edin, əlinizdə dünyanın ən güclü alətləri var, amma onlardan nəyi, necə düzəldəcəyinizi bilmirsiniz. Bax, plan məhz odur. O güclü alətləri, yəni sizin təcrübənizi konkret bir hədəfə yönəldən bələdçi. Gəlin indi o bələdçini necə quracağımıza baxaq. Bax bu cümlə. Bu sizin üçün sadəcə bir arzu olmamalıdır. Bu sizin üçün bir missiya bəyanatı olmalıdır. Hər səhər yuxudan oyananda özünüzə xatırladacağınız bir şey. Bu düşüncə tərzi sizi sadəcə günü keçirməkdən hər gün bir adım irəli getməyə məcbur edəcək. Yaxşı, bəs bu qədər danışdığımız plan nə olan şeydir? Əslində qorxulu bir şey deyil. Cəmi 3 sadə addımdan ibarətdir. Birincisi, özünü dərk etmək. Tam səmimi şəkildə özünüzdən soruşun. Mən nədə yaxşıyam, nədə zəifəm? İkincisi, istiqamət seçmək. Hara getmək istəyirəm? Hansı sahə, hansı iş mənim üçün daha cəlb edicidir? Və nəhayət, üçüncüsü, gələcəyə baxmaq. Bu pillə son deyil. Bəlkə subakalavrdan sonra təhsilimi davam etdirib mühəndis olmalıyam. Bax, bu 3 sual sizin şəxsi karyera GPS-inizdir. Sizi azmaqdan qoruyacaq. Üçüncü və bəlkə də ən vacib hissə, arzuları rəqəmlərə çevirmək. Yaxşı mütəxəssis olmaq əla bir arzudur, amma çox mücərrətdir. Beyin belə şeyləri sevmir. Beyin konkret tapşırıqları sevir. Gəlin indi o böyük, biraz da qorxuducu görünən arzuları götürək və onları kiçik, həyata keçirilə bilən rəqəmlərə, tapşırıqlara çevirək. Bir gün deməkdən bugün deməyə keçid məhz buradan başlayır. Fərqə baxın, daha çox bacarıq öyrənməliyəm demək başqa şeydir. Bu, havada qalan bir sözdür. Amma kolleci bitirənə qədər AutoCAD proqramında elektrik sxemlərini peşəkar səviyyədə çəkə biləcəm demək tamam başqa bir şeydir. Bu, artıq bir hədəfdir. Çünki bunun konkret bir nəticəsi və son tarixi var. Fərqi hiss edirsiniz? İkincini deyəndə beyniniz dərhal düşünməyə başlayır. Yaxşı, bəs bunu necə edəcəm? İndi isə gəlin o böyük hədəfi necə yeyilə bilən hissələrə böldüyümüzə baxaq. Fevral-mart aylarında nə edirik? Sadəcə gündə 1 saat proqramın əsaslarını öyrənirik. Çox deyil ki. Apreldə artıq öyrəndiklərimizi birləşdirib real bir iş görürük, sadə bir sxem çəkirik və may ayında bum,
Artıq sizin əlinizdə iş müsahibəsində masanın üstünə qoya biləcəyiniz real bir iş, bir portfolio var. Gördünüz, fil qədər böyük görünən bir işi kiçik addımlarla necə də asan həll etdik. Və nəhayət, 4-cü hissə. Gəlin bütün bu danışdıqlarımızı bir yerə yığıb, sizin şəxsi karyera xəritənizin yekun şəklinə baxaq. Bax, bu cədvəl sizin uğur formulunuzdur. 3 sadə qatdan ibarətdir. Yuxarıda fəaliyyət var, bu sizin ümumi aktivliyinizdir, əlavə kurslara getmək kimi. Ortada plan var. Bu sizin böyük mənzərəniz, uzaq hədəfinizdir, hara getdiyinizi göstərir. Və ən aşağıda, ən vacibi, tədbir. Bu, sabah yox, bugün nə edirəm sualının konkret cavabıdır. Məsələn, bu ayın sonuna qədər ölçü cihazlarını mükəmməl öyrənəcəm. Gördünüz, ümumi fəaliyyət, uzun müddətli plan və konkret bugünkü tədbir. Bu üçü bir yerdə olanda sizi heç kim saxlaya bilməz. Bütün bunlardan sonra hər şey gəlib tək bir suala dayanır. Sizin yol xəritənizdəki o ən birinci, ən balaca addım nə olacaq? Sabah başlayaram, yox. İndi, bu dəqiqə, bu təhlili bitirən kimi atacağınız o ilk addım. Bəlkə bir YouTube videosuna baxmaqdır, bəlkə sadəcə bir qələm kağız götürüb ilk fikirlərinizi yazmaqdır. Fərqi yoxdur, nə qədər kiçikdir. Əsas odur ki, bugün başlayasınız. Çünki sizin möhtəşəm karyeranız məhz bu kiçik addımla başlayır.